şəkər elə bir xəstəlikdir, bədənimizin ümumi xəstəliyidir. Yəni, o demək deyil ki, siz dərmanınızı içirsiniz, insulininizi vursun, burada şəkərin müalicəsi getdi. Xeyr, şəkər gizli sürətdə çox sistemlərimizi zədələyir. Diqqətli olun, ağsaqqal. Ayaq damarlarınız, ola bilər. Ayaqlarınızda üşümə, soyuma olsun müəyyən bir zamandan sonra, ayaqlarınıza uyuşma, keyləşmə olsun, yəni sinir zədələnmələrində ciddi ağrılar olsun, yanmalar olsun ayaqlardan. Burada məsələn, böyrəyiniz müəyyən bir problem böyrək tərəfindən yaşaya bilərsiniz, kreatininiz qanda yüksələ bilər. Burada qan dövranı pozğunluğu yarana bilər ümumi bədəndə. Məsələn, damarların keçiricili şəkər xəstələrində pozulur. Ona görə şəkər xəstələri, deyim olar ki, 10 xəstədən harca 8-i, 9-u infarktla, damar tutulması ilə, insultla, yuxunun pozulmasından, beyin qan dövranının pozulmasından, baş gicəllənmələrindən, qulaqdakı səslərindən üzləşirlər. Ağsaqqal, buradan sizə birinci can sağlığı arzulam. İkinci deyərdim ki, bizdə xüsusi şəkər xəstələri üçün reabilitasiya mərkəzi var. Yəni, stasionar rejimdə rayonundan gəlirsinizsə, yeməyiniz, içməyiniz, yatmağınız, qalmanız, hər şey xəstəxana daxilində olur və şəkərin verə biləcəyi fəsadları aradan qaldırmaq üçün çox gözəl müalicələr alırsınız orada. Ayaqlarınıza görə də, başınıza görə də, ürəyinizə görə də, böyrəyinizə görə də, hətta göz damarlarının zədələnməsi də müşahidə olunur burada, daxil orqanların zədələnməsi də müşahidə olunur. Ona görə şəkər ömrün axırına qədər gedən xəstəlik olduğuna görə insanda. İnsan tez-tez bu şəkərin verdiyi fəsadların qarşısını almalıdır ki, gələcəkdə ağır fəsadlarla üzləşməsin. Yəni, şəkər xəstələrində gələcəkdə ayaqlarda qanqrin əmələ gəlməsin, gələcəkdə o sinirlər ciddi zədələnib, ciddi göynəntilər yandırmasın. Xəstələr deyir ki, ayağımda su durğu olur. Yəni, onların dili ilə deyirəm, qıcı olmalar olur. Bəli, bəsim, bunlar da çox ciddi problemlər xəstə deyir. Səhərə qədər ayağımın göynəntisindən yata bilmərəm, elə bir ayaqlarımı isti suyun içində yandırıblar.